Hə, Abdullah. Deməli dişin budur. Abdullah qardaşımız motosiklet sürən qardaşlardandır. Xorxordur da. Akrapovic. Niyetlər Akrapovic. Baxıram ki, inanırsan, 67 min baxış var videoya. 1200 like var. Əzim. Bax. 85% mənim videolarıma baxan insanlar takipsiz baxır. Sizi Yanardağdan salamlayıram. Xatırlayırsınızsa Əhmədin videosundan Abdullah qardaş. Salam aleykum. Salam, salam. Deməli sizə deyim ki, bir dənə videosu var Abdullahın maşında gedir, yanında da ayı. Oy belə şirə bax. Yox, aş. Mən var yoxsa nə deyirəm şirdə? Hala kərtənkələdir bu. Belə kərtənkələ olur. Gözdə deyəcəm sənə. Onun qulağına bir dənə ağla, qulağı təmizlədə. Oy biləsən o şirdə qız kimi. Gektor idi da, səhv eləməmsə adı. Hə, gəlmişik bu günləri sizin üçün Yanardağdan Gektoru çəkək və Gektorun səhv eləməmsə dedin ki, balaları var. Var. Düzdür? Hə, balalarını çəkək inşallah. Ümumiyyətlə Gektorun neçə yaşı var Abdullah? 4 yaşı var. 4 yaşı var. Biraz keçib daha 2 ay zat. Aha, o videolarda, şəkillərdə həqiqətən çox hündür görsənir və gördüyüm qədərilə həqiqətən də elədir. Elədir. Boyu, çəkisi neçədir? Vallahi inanırsan ölçməmişəm boyunu. Nə boyunu ölçmə. Çoxdan ölçmüşəm. Hələ bir şey yaş yarımımıza deyib Yaş belə. yarımda. 90-dan 91 idi ya 90 idi, 92 idi. Yadımdan çıxıb da hə. Bəs çəkisini də ölçməmisən, hə? Çəkisini ölçmüşdüm. Aha. Onda da kiçik idi, hələ idi. Hə, onda da. Onda da kiçik idi. Yəni ancaq dolmamış. İndi sən fikrincə sadəcə olaraq belə vizual neçə olar? Arıqlayıb, biz tuta bilmirəm. Hə, bildim. Şeydir, bəs bu bala verməyi necədir? Ümumiyyətlə indi buradakı hal-hazırda olan dişindən bala almısan Gektordan? Hə, var da orada. Yox, indikini demirəm. Bundan əvvəl. İndi onları bundan çəkəcək. yox, alınmayıb da. Hə, bu ilk dəfədir. Hə. Onda deməli Gektorun balaları səndə ilk dəfədir. Hə, bu ilə hə. Bu dişi ilə, hə. Başqa dişi ilə olub bəs? Olub, çox olub hə, məsələn. Qəşəng bala verir. Hə, pistollar, Əhməd gillə var məsələn. Başqa yerdə də olub. Elə olub ki, məsələn, gəliblər heç bala götürməmişəm. Vurmuşam belə üstə gedib. Hə, şeydir. Bəs ümumiyyətlə neçə dənə itin var sən? İndi hal-hazırda 2 dənədir, bir də kiçiklərdir. Belə çox idi. Bir 8-10 dənə var idi. Prosta alınmır. Elə bir ki, bu ərkək, məsələn, o dişi. Başqa dişi ilə vur. Məsələn, ağ döyür olar. Dişi. O əlləşəndi, arlandın qızı diyor. Hə, o dəlidir. Yola vermir. Elə bu mənim lazımdır, vəsə. Hə, bu da həmçinin hələ. Bunun video azadı var məndə. Bu qan uxturur gələn itin. Hə, itin olsun. Səhərcə duyuyorum sür. Buradan giriblər, oradan saxlanır. Ona görə yavaş-yavaş. Yəni məhəyyətində olan itlərlə yola getmirlər. Ya, getmirlər. Ona görə da öz ərazisində mənə üçün yaxşısı hələ bu 2 dənədir. Sakit, dinc başlar. Əlbəttə, təbii ki, bir-birini incitməklərindən. Bunlar özü bir yerdə böyüyüblər. Aha. Lap demək olar ki, eyni yaşlıdırlar. Aralarında 20 gün fərq var bu ilə. Bu 20 gün ondan böyük. 20 gün ondan böyük. Onun anası da ki, ilkində dostumuzdadır. Bilməm, görmüşsün onun heyvanlarını, yoxsa? Hansı ilkin? İlkin Hüseynov Zeydət var, TikTokda ağlabayla ağlat paylaşır. Hə, elə dünənlər o qardaşla danışdıq. Şeydir, inşallah çəkəcək. Hə. Onun yaxşı iddia var qardaşımızdır. Hə. Onun anası var. Hə, onun anası da mənim heç anası ondadır. Hə. İnşallah çəkəcək. O bərk adamcıldır ola. Dəhşət, yəni belə sındırsın töksün. Elə bir şeylər. Onunla bu bir yerdə böyüyüb. Birinci onun ilkin mənə pay vermişdi. Valkadav gedirlər bunlar. Hə. Valkadav. Bu bu bir tərəfi qarışıb malaqlı ilə zadına bilməm. Mən Valkadavların altında götürmüşəm bunu. Elə bir dənə küçük, 2 dənə küçük idi, cüt götürdüm. Cüt aldım bunları. Dişi sonra öldü 2 yaşında və dostuma pay verdim, getdi onu da öldü. Bu qaldı. Gözləri ki görmür. Bu safsen bağlanıb. Bu da ki azmaz görür də belə. Bəs nədən irəli gəldi o? Ət var da, gözünün içində var, fikir var. Bax burada da var, fikir var. Bəs ət əmələ gəlib. Sonu indi hal-hazırda zəmanət duran həkim yoxdur, deyən yəni gətirir. Bilər ki, yəni keçsək birdən o yan bir yan ola bilər. Birdən vaxt bir şey görməz, ona qaranti vermir. Dedim, onda qoğalı, heç olmasa biri ilə görür də.
Zəif görür də vuruşuşdan. Bəs nə bilmək olar, bəlkə kəsələr görər. Deyirsən desək ya 100. Aha. Mən qayıt. O nə pul 130 manat pul istədim məndən. O pul Evet. pul şey yox. Bu nə vaxtdır? Dedi ki, açan üstə keçir gəl. Aha. Keçək, nə bilim hardasa bir ay yarıma tam sağalar. Aha. Sonra baxarıq. Nə bilim valla belə bir ki mənim Şübhəli dostlarım qaldı yaxın deyə, hə. qardaşlar mənə deyir ki, bunu eləyək, keçirək. Mən də danışaram sənin üçün. Etibarlı bir həkimimiz Biz var. mənə eləyək, ancaq maraqlandıq, hələ dedi. Danışacağam mən də görüm nə demək olar. Şeydir, onda çıxardaq, yektiqi çıxardaq, bir dənə ölçək Çıxardaq. boyunu. Lap istəyirsən orada ölçəyi, fərqi yoxdur. Necə istəyirsən. İçəridə eləyək də onu. Ölüyə, içəridə eləyək. Hə? İstəyən içəridə eləyək, heç bir problem yox. Düşür kadrlarda yaxşı. Boyu pıxını tam düşür. Doktor. Bu biraz şeydi, Abbasın heyvandı. Yeri. Bir gözü mənim özümə də qayıt. Deyən də olmaz. Deyən. Əslində mənə elə gəlir ki, mən buradan da ölçə bilərəm. Hı? Hı. Bunu mən sənə verim, sən bir dənə orada qırqırqafqa elə qoy. Deyirsənsə apaslıdır, risk eləməyək də. Buyur. Bunu da götür. Aha. Necə olacaq? Özüm, o yumru hissəsi və say üzrə yuxarı hansıdır? Hə, budur. Yox, tərsinə olmalı. Onu buradan salmalısın. Yuxarısı buradır. Hı. Ay, sağ. Yox, Evet. tərs. Ay, sağ. Ay. Sağ. İndi ya bu yanından, ya o yanından durub onu üst sümüyün üstünə qoymalısan, ayağı düz olanda. Ay, sağ. Sən bunu tut. Aha. Mən bunu bağlayın. Hərəkət tutmaq. Tut yan. Yan bir dəqiqə. Məncə mən çöldəyimsə bağlamaq ehtiyac yox idi. Yox, şeydi yanı baxay. Hə, başa düşdüm sən. Mən səni. O sən çıxardın. Aha. Çıxardım, aha. Rahat tutun da burada. Nə sən şey elə biləcəksən. Elə bir pis bax deyə sənə hiss elə. Elə bil, hə. Mən də. Sən bu bir 10 aylığında, bu 11 aylığında. Birinci özü-özünə cüzdə düşüb. Aha. Yan bir dəqiqə. Rahat deyil. Hə? Hər, məncə hər. Nə qədərdir? Qoy belə düz tutun. Və mənə bir dəqiqə. Deyən. Düz tutun ki. Hə. Aha. Bax, tük olmadan 88-89-dur. Amma bir şey var ki, Deyən bir dənə. bu qoyduğum yer, Qoy çıxardaq mı? bu qoyduğum yer. Bu ayağını qoyduğu yerdən Deyən. Gəl bura. Gəl indi qoy. düz deyil bura. Bir tane qoy da bir yana. Hə, gözlə. Darıxma. Beş tut onu. Beş tut onu. Aa. Yox. Düzdür. Yox, Yox, düz qorxma, deyil, qorxma. Düz deyil. Dəqiq düz deyil. Abi deyə bura gəl də. Biz niyə özümüzü yoruruq? Gəl bura. Üstünü batırma da. Hə. Gələk də. Hadi qoy buradan. Buradan qoy. O yana qoy. Mən burada dayanmışam, o səni görmür. Hə. Biraz axmaqlığı var bunun. Əzim. Bax. 1 santimetr o yan bu yan var. Burada bax bu dəqiqə 90-dır. 90-a. 90, bax 90. Ümumiyyətlə əziz izləyicilər, mən sizə belə bir şey deyim ki, canlıların yaşı artdıqca bədən forması yığılmağa başlayır. Yəni insanlarda da belədir, heyvanlarda da belədir. Ona görə də ola bilsin ki, Hektor yaş yarım 2 yaşında 93-94 olub, hətta 92 olub. Amma faktiki olaraq məsələ bundan ibarətdir ki, biz ölçüləri ölçəndə itlər tam dikəlmiş formada dayanmırlar. Ona görə də 1-2 santı daha əksik ölçmüş ola bilərik. Bağlıdır, Orxan qorxma. Düz. Düz bələm düz bax. Şeydə betonda 90. düz bələm düz 90. Ha, Özdə bu- yəni nəzərinizə çatdırım ki, bu var deyə tük oturduğu yer idi. Yəni bu
bir dənə bunu göstərmək istəyirəm sizə. Baxın, belə qalır. 89-da görsənə bilir orada məsəl üçün. Amma indi düz düzəltdim. Rovno 90. Gəl. 90-dır boyu, gözəl. Belə çəkəyim onu, baba belə. Baba çək onu. Çək. Yəni 90-ın elə beləsindən də öyle ha. Yox, ayıdır, ayı. Kaş bir dənə gözləri də görərdi. Gözləri görsüz rahat yanmazsınız burada. Bu bizə nə oyun çağırdı? Bizə də girir adam ha. Diyan mexanet deyə başa düşdün. Hər şeydir, sakitcə girir də. Ha. Qoy Gəl. keçir qoyun bura. Gəl salın bunu. Hə, sal çay onu. Sal yerinə. Gedək balaları çəkək. Hə, Abdullah, deməli dişin budur. Adı nədir Hə, dedin? Adı qızdır. Qız. Bunun neçə dənə ad qoydum mən? Götürmədi bu. 3 aylıqda deyil. Aha. Baxmırdı. Heç belə bir sənə 6 ay nə zaman? 3 aya dayanmadan buna ad xeyri yoxdur. Yəni nə ad seçirəm götürmür. Çağıram gəlmir. Bir dəfə elə çaşdım ağzımda. Ay qız bura gəl. Hə. Gəl məsəl yedə yeməyi. Gördüm o qaçaqça gəlir. Hələ qız adı qaldı qız. Bax. Başqa ad götürmədi. Əzizlərim, bildirmək istəyirəm ki, Abdullah Otur yerə. balaları, Otur yerə. balalar deyirəm, ananı Otur yerə. bizə görə bağlayıb ki, Olacaq. balalara görə cumarda üstümüzə ona görə, yoxsa normalda açıq olur Rəsəf. və rahat şəkildə hərəkət edir. Hmm. Neçə erkək, neçə dişidir Abdullah? 7 dənə dişiydi, bir dənə erkək. 7 dənə dişi, bir dənə erkək. Keçən dəfə əksinə Aha. vermişdi. Aha. Keçən dəfə bir dənə dişi vermişdi. Hə. Ya 2 dənə dişi vermişdi, 6 dənə. Aha. Erkək. İndi bu dəfə tərsinə oldu. Elə bir təsdiqdəndir. Ümumiyyətlə erkək neçədir, dişi neçədir? Qiymətdən. Bir dənə erkək vardı, onu da 1000 manat kimi versə verəcəm. 1000 manat. Ha, dişilər də ki 600-dən. Dişilər 600-dən, deməli erkək 1000 manatdan. Düzdür? Ha. Hə, istəyən olsa, onda bir dənə zəhmət olsun nömrəvi deyil. 055 Aha. 214 94 44. So, qeyd eləyəcəm burada əziz izləyicilər sizin üçün. Ya belə balaca. Gətir onlardan birinə baxsınlar izləyicilərimiz. Erkəkdir bu. Quyruqları zadı, hamısı yerində. Bir dənə qulaqlarını şeydir, doğulanda həll eləmisən, hə? Ha. Dişi. Gözəldirlər. Həqiqətən gözəldirlər. Yemək yeyiblər, ağzına, başlara yaşlı. Yox. Narahatçılıq yoxdur. Hoppa. Və paşti üstü bir Qulluq ayrı. eləyən anadır. Ha, bunun sütü konkretdir də bu. Bu yaxşı baxır. Bunun anası da şeydir. Yaxşı baxır balaya. Baxşı bunların hamısı, bunun bacıları zadı ölürlər balaya. Bu da pis xəsət nədir bunun? Bax özü indi basan özün gördün ki, mən balaları südlə korum gizdirdim də. Aha. Get bayada yemək verdirsən ona. Mhm. Allah cəsən gələcək xüsusi balalarına bax. Ki balalar. Balalar bu və Ha, o gün səndə bir videoda gördüm. Əti Ay, gətirirdi ki sağ ol. balalar. onlar ət olmaz. Hə. Orada da yorumda ən çox xanımlar mən yazır ki, "Ay nə belə yeyirsən?" Qoy yesin. Qoy yiyəsiniz. versinlər. Allah bilmir, başlasınız. O yeyən kimi öləcək. Keçən dəfə bu 8 dənə balanın 8-ini birdən öldürüb bu. Mən görməmişəm. dənə. Hə, gətirib atıb əti qabağına, yeyib onlar əti həzm eləyə bilmir. Çiğ əti ümumiyyətlə 3 aydan aşağı küçüyə çiğ ət vermək olmaz. Normalda ümumiyyətlə 6 da deyirlər bəzən. Hə, mən prosta hə, bunlar İndi bunlar çoban itidir. hə, bunlar çoban əti vəhşi heyvan olduğuna görə deyirəm ki, yaxşı 3 ay. 3 ay. 3 aydan aşağı vermək olmaz. Ancaq mən 2 ayında öcə verirəm. Yavaş öyle, hə? Çox yox, məsələn, ancaq qarın. Başqa şey vermək olmaz. Onu da qarımı həzm eləyir, quzu qarındır. Və dana, inək zat həzm eləyə bilmirlər. 50 günlük zətdə quzu qarını vermək olar. Bu da yeyir, gətirir, gəlir qusur qabaqlarına. Ya da ki, əti oradan götürür məndən, gətirir gizlədir qapının ağzında. Görürəm ki, deyəm alladır məni. Sonra içəri yəni götürür, tez gətirir, atır qabaqlarına. Bir də bütün balalar hələ qırıb. 8 dənə balam hamısı nə idi? Hamısı öldürdü. Ay səni, ay səni. Dünən Əhmədə deyirəm. Əhməd deyir ki, şeydir. Əslində Murat o yaxşı şeydir.
Yəni itin qanından şeydi də o. Aha. Yaxşı itdi də, yaxşı qanı var. Amma orası elə deyil, söhbət yox. Ancaq o düşünməlidir ki, onlar yeyəndə onu həzm edə bilmirlər, zəhərlənmə verir. Düz. Bu da ki, bəyənə baxmayın da, gələndə görürsüz. Yo, Görürsüz, bəhs adamdır da. Yəni bir mənə spora girdilər, bir 5 nəfər. Aha. Şeydə Xırdalanda. Hı. Küçük istəyir məndən. Dedim, "Ay var." Dedi ki, mən bizim adamı yeyən istəyirəm də. Dedim, "Mənim itəm həllədir." Aha. Ay yox, mən dedim, "Sən girənməsən mənim əyitimə." O dedim, "Qoy əli bura. 5000-dən məcbur girəm sənə. Ürəyin səktin atıb basan. Mən bu ağ itimdən qapıdan 3 metr keçsən içəri. Aha. Buraxıram iti otururam. 3 metr keçsən içəri. İstəyirsən mənim itimi qılıncla vur, samuraylıq elə orada. İstəyirsən yoba ilə vur, lapatka ilə vur. Sənə baza bir dənə güllə ilə vurma mənim itimi. Aha. Keçə bilsən qarşı itimi də götür apar. 5000 də pul verim. Yox sən versən. Çəkildi də var. Bax bunu keçmək mümkündür. Bunun bir də anası var içində. O bundan da dəlidir. Dəhşət şeydir ya. Əmələm. Hə, Hektor, mənəm ha. Yaxşı, yaxşı. Mənəm. Salam əleykum. Gözəl. Bax o sol gözü azmaz görür. Gözə baxırsan ona bax. Sən. Hektor. Yaxşı. Mənəm. Gəl. Aparar əlmi. Bu şeydir. Nə qədər balalıqdan səndədir? Ha bu 50 günlükdən. 50 Bu günlükdən səndədir. bax gördüm bir Amma girdim. borcludur. Ha girdim yanına çıxdımda da dedim. Zlo heyvan da yəni o xoşu gəlir. Xarakteri Bax, var. görsən. O bilir ki mən ondan danışıram. Bizə saniyə mən mikrofonu onun üçün divijen eləyim. Yaxşı. Hektor. Bir dəqiqə girim yanına fso. Onda bir dənə şey var. Mənim ərazimə yaxın gəlmir. Görsən? Bax. O səni görür, mən görmür. Sənin əlbi görür, onun sağ gözü görür. Ha, yaxşı. Ha, nə? Ha. Görsən dəlidir. Bu yığdırmısan bunu başda sistemi yoxsa zavodskoy? Xorxordur da. Akrapovic. Niyetlər qoyur. Akrapovic. Ha. Yaxşıdır. Gözən səsi. Mən Hələ xoşlayıram xarakteri. Ha, bu məsəl xarakterlidir. Mən özüm də xoşum gəlir bundan. Bunda nə mənə şiddeşmək, oynamaq zad yoxdur. Zuloy. Seriozdur mənə. Ha, nədir? Yaxşı kletkadasan. Yaxşı. Mənəm Hektor. Biraz oradan gəl, aşağıdan onu çək, bir dənə duruşu. Belə bir pələng otur. Baba, həqiqətən. Gəlin baxım görüm. Baba, görsən. Əlimi aparar, Belə gəl. Yaxşı. Mənəm. Formada sola get. Ay, sağ. Məncə. Ha. Baş söndü. Baş söndü də, bunda şeydir. Ha. Yaxşı get. Yaxşı. Abdullah, həqiqətən bizi qəbul elədiyin üçün sənə səmimi qəlbdən minnətdaram. Qardaşsan sən, Allah canımı sağ olsun. Doğrudan da yaxşı qardaşsan, üzvə demək olmaz. Yaxşı olanlar həmişə qapımız açıqdır. Allah sənin canını sağ Sağ ol eləsin, qardaşım. minnətdaram. Allah sənin canını sağ olsun. Təşəkkür edirəm. Burada Çox sağ icazə verirsənsə sənin motosikletini də çəkək. Problem yoxdur, Belə hər- çək qardaş düşməsin. Abdullah qardaşımız motosiklet sürən qardaşlardandır. Özü üçün xoş gəl. Neçə yaşından sürürsən Abdullah? 23 yaşımda, 24 yaşımda. 23-24 yaşından Ha. sürürsən. Neçənci motosikletin? Bu dördüncü. 4-cü. Nə ilə başlamısan? Şey var, Kitaysk gibi şeyler vardı. 125 kubik, ilk Cobra. Aha. Sport idi ya. Bitti motosikletten da çekmiyordu da. Hı. Yani oyuna başladım. Bir yıl, yarım, 2 yıl böyle sürdüm onu. Sonra Yani sonra değiştim bir tane de Yamaha. Səhv etmirəmsə R15 idi, nə idi? Biz köhnə idi, yəni təzə. aha, olsun da nə var ki? Aha. Sonra satdım o da. Yavaş Sonra biraz yavaş ara verdim, ha. Və ailə ilə əlaqədar da. Aha, aha.
Ya Allah istəmədilər xoşbəxt sürüyüm də. Allah canımız, atamıza da razı oldu ki, Aha. sən uşaqlığın olur. Hə, sonra da hoşum sağ olsun bir yaxşı qardaşımız, dostumuz. Aha. Ad günümə bir dənə motosiklet hədiyyə verdi mənə. Sırf tokla da, o sportda var, görmüsən Aha. onlardan. Baxır da indi bilmirəm o hansı modeldir. Ha. Çox düşünməmişəm. Şeydə paylaşır oğlan. Hə, TikTokda zətdə Cəmil var. Aha. Sırf ondan satır. Hə, bax atarsan baxaram. Hə, atarım. Hə. Hə, hoşum ki, o ilə nömrə zad vermədilər ona. Aha. Sığorta onu dəstəkləmədi. Yəni ara qaylar saxlayırdı mənə. Çox saxlayırdılar. Başa düşmədim. Tokla olanda nömrə lazım deyil. Düzdür. Deyil lazımdır da, Kim deyir? dövlət. Dövlət deyir ki, nömrə lazımdır. Bütün sənədlər əlimdə var Aha. idi. Gömrük bəyannaməsinə qədər. Hamısı da Aha. orada yazılıb elektrondur deyil zat. Hər şeydə nömrə Hə. tutulur. Hoşum ki, çox şey, qatdılar, tutdular, basdılar işləflərdə. Hoşum o yan bir yan ki, onu dəyişdim Suzuki ilə. Aha. 750. Onunla dəyişdim. Sonra elə oldu ki, onu da satdım. Bunu aldım. Keçdin Yamahaya. Hə. Bunu da onunla dəyişdim də elə Aha. belə deyək. Bildim. Xeyirli olsun. Can sağlığı ilə Hə, sür. Allah Mən canını də sağ bir qardaş kimi ancaq o məsləhət görə bilərəm ki, doğrudan da ailə, uşaq, yəni Əlbəttə. ehtiyatlı sür. Yo, o səhər Həz əla şeydir, mən də sevirəm. Adrenalin əla şeydir. Əsas ehtiyatı Hə, qorumaq. Türkiyəyə getmə. Hə, yo, məndə elə şey yoxdur. Super, super əziz qardaş. Qardaşlıqdan əski olmayasan. Allah Bir daha canını sağ ol. təşəkkür edirəm ki, Sağ ol, qapıda sağ ol. məni buraxdın. İnşallah ki, əziz izləyicilər, siz də videoya axıra kimi baxdınızsa, bura qədər gəldinizsə, videonu bəyənib paylaşmağı və bizə dəstək olmağı unutmayın. Baxıram ki, inanırsan, 67 min baxış var videoya, 1200 like var. Bu 66 min, 65 min 800 adam, yəni nə var ki orada bir dənə Bir dənə o- sadəcə? Olmasa yarısı like Bir dənə o eləsə. bəyənmə Bir dənə şahesini knopka basın. deyə baxmağa başladınız, qabaqcadan bir dənə bas, ortada bas, fərqi nədir? De məndə də. Şeydir. Bu gün baxıram ki, təsəvvür elə. Deməli 85% mənim videolarıma baxan insanlar takibsiz baxır. Hı. Bildin nə demək istəyirəm? Takib eləmir. Yəni məsəl üçün Abdullah. Abdullah oturur gözləyir ki, Rəsul video paylaşacaq, baxacaq amma abunə olmağı basmır. Hı. Bildin nə demək Doğrusu. istəyirəm? Bir-birimizə paçeşka verək də. Yəni Azərbaycanlıyıq da. Mən bunu belə deyək də, əziyyət çəkib bura gəlirəmsə, Həri, çəkirəmsə, həri. onu sizə göstərirəmsə, sizin də mənə dəstəyiniz maksimum budur ki, like eləyib abunə olmaq. Bəli. Başqa bir də hərdən Bəli. bir gözəl bir şərh yazmaq. Mən həmişə tənqidə də açıqam, sadəcə olaraq kobudlaşmamaq şəkildə. Mənə haçansa kimsə deyirsə ki, qaqaş qolğu səhv apardın, mən deyirəm, brat, üzrürsən. Düzdür. Yəni mən bunu sizə göstərirəmsə, sizə xoş olan şəkildə göstərməliyəm. Bir daha sizdən həm sənə təşəkkür edirəm, sizlə də sağollaşıram. Sağ ol. Gələn görüşlərə dək.